Dostlar, bu günlərim 2021-ci il qəbul imtahanının birinci qrup suallarına baxacağıq. Başlayaq 31-ci sualdan. Deməli, burada foto elementin vaxı verilib, yəni volt-ampere xarakteristikası. Udulan fotonun enerjisi 6.8 vur 10 üstü -19 joule olarsa, katoddan çıxış işini hesablayın. İndi biz bilirik ki, Einstein tənliyi var foto effektlə bağlı. Y foton bərabərdir A çıxış üstə gəlinsin YU saxlayıcı. Bildiyimiz kimi belə bir düsturu var. İndi qiymətləri yerinə qoyacağıq burada. Fotonun enerjisini 6.8 verib 6.8 vurulsun 10 üstündə -19 bərabərdir A çıxış üstə gəlinsin. İndi burada YU saxlayıcı yazacağıq. E'nin qiyməti zaten mötərizdə verilib 1.6 vur 10 üstündə -19 vurulmuş U saxlayıcı gərginlik bizim qrafikimizdə bilirsiniz bu nöqtəyə uyğundur və bunun modulunu götürürük. Deməli saxlayıcı gərginlik 2-dir. İndi hesablama aparsaq 1.6-nı 2-yə vuruq 3.2 6.8-dən 3.2-ni çıxanda 3.6 vur 10 üstündə -19 qalır. Deməli 31-ci sualın cavabı olur A variantı. 32-ci suala baxırıq. Şaquli yuxarı atılmış cismin potensial enerjisi 20 joule artarsa kinetik enerji necə dəyişər? Müqavimət də nəzərə alınmır mötərizədə dediyi kimi. Bu çox önəmli sözdür. Çünki qapalı sistem saya bilərik biz bunu. Qapalı sistemdə bilirik ki, tam mexanik enerji dəyişmir. Tam mexanik enerjinin dəyişməsi üçün əgər potensial enerji artırsa, kinetik enerji azalmalıdır. Eyni miqdarda. Ona görə də cavab olacaq 20 joule azalar. 33-cü suala gəlirik. 33-cü sualda bizə deyir ki, əgər C2 kondensatorunun lövhələr arasında dielektrik daxil etsək, kondensatorun köynəkləri arasındakı gərginliklər necə dəyişər? Deməli, dielektrik nüfuzluğundan düz asılı bilirik ki, tutum. Ona görə də C2-nin tutumu artacaq. Düsturumuz epsilon 0 S bölünsün D'dir. Dielektrik nüfuzundan düz mütənasib asılıdır. Ona görə də C2 kondensatorunun tutumu artacaq. Tutum artdıqda gərginlik azalır. Çünki U bərabərdir Q bölünsün C'dir. Tutum artdıqda gərginlik azalacaq. U2 azaldığına görə U1 gərginliyi də artmış olacaq. Dövrənin ümumi gərginliyi sabit olduğuna görə biri azalanda digəri artmalıdır. Yəni U1 artar, U2 isə azalar. Cavab olacaq burada C variantı. 34-cü sualda deyir ki, termorezistoru soyutduqda onun termoresistor yarım keçiricidir, soyutduqda, yəni temperaturunu azaltdıqda müqavimət artacaq. Ona görə cavab olacaq C variantı. 35-ci sualda yer səthindən şaquli yuxarı atılma hərəkətidir. Cismin başlanğıc sürətini soruşur burada. Burada qrafikdən yaxşı istifadə etmək lazımdır. Qrafikdə görürük ki, müəyyən bir başlanğıc sürətlə atılıb və 3 saniyə ərzində sürət sıfıra düşüb. Yəni qalxma müddəti T qalxma 3 saniyədir. T qalxmanın düsturu V0 bölünsün J'dir. 3 bərabərdir V0 bölünsün ona. Buradan V0 bərabərdir 30 metr bölü saniyə alırıq. Cavab olacaq Y variantı. İndi davam edirik, gəlirik 36-cı suala. Çox səhv olunan suallardan biri də 36-cı sual. Qazlarla bağlı belə bir məlumatımız var ki, qazlar doldurulduğu qabın həcmini tamamilə tutur. Deməli, qazın həcmi demək elə qabın həcmi deməkdir. Sualın şərtində bizə deyir ki, 30 litr həcmli ağzı bağlı qabda, yəni qabın həcmi 30 litrdir. Avtomatik onun içərisinə doldurulan qazın da həcmi 30 litr olacaq. Havanın yarısını qabdan buraxdıqdan sonra deyir, qalan hava neçə litr olar? Yenə geridə qalan hava qabı tamamilə dolduracağına görə və qabın həcmi dəyişməyəcəyinə görə qazın da həcmi 30 litr olmuş olacaq. Bəzən şagirdlər burada sual verir ki, buradan müəyyən qədər qaz buraxıblar və ya qaz əlavə elədiyimiz suallar da ola bilər. Burada dəyişən şey kütlədir və sıxlıqdır. Amma dediyimiz kimi qazların həcmi qabın həcminə bərabər olduğuna görə həcmdə bir dəyişiklik olmayacaq. 37-ci sualda fokus məsafəsi 40 cm olan toplayıcı linzada cismin 4 dəfə keçirilmiş həqiqi xəyal alınmışdır. Cisimlə onun xəyal arasındakı məsafə nə qədərdir? Biz toplayıcı linza üçün düsturumuzu bilirik. Deməli, toplayıcı linzada düsturumuz 1 bölünsün F bərabərdir 1 bölünsün D üstə gəlinsin 1 bölünsün F şəklindədir. Və bu düsturu niyə plusla yazdıq? Çünki sualın şərtində bizə həqiqi xəyal deyilir. Həqiqi xəyal deyildikdə hər üçünün qarşısında müsbət olur. İndi fokus məsafəsi 40 cm-dir. 0,4 metr deməkdir. 1 bölünsün 0,4 bərabərdir. 4 dəfə kiçildilmiş. Bundan istifadə etmək lazımdır. Qamma bərabərdir. F bölünsün D-dir bildiyimiz kimi. Xətti böyütmə əmsalı. 4 dəfə kiçildilmiş deyirsə, deməli bunun cisim məsafəsi xəyal məsafəsindən 4 dəfə böyük olmalıdır.
Yəni qamması 4/1-dirsə, 4/1 bərabərdir f bölünsün d-dir. Onda d bərabər olacaq 4f. Onda bura qeyd eləyək. D bərabərdir 4f-ə. Düsturumuzda yerinə yazacağıq bunu. 1 bölünsün 4f üstə gəlinsin. 1 bölünsün f ortaq məxrəcə gətiririk və burada 2/5 bərabərdir 4f-də 5 alırıq. Buradan da f çıxır bizdə 0,5. Deməli, xəyal məsafəmiz nə qədərdir? 0,5-dir. Sualın şərtində isə cisimlə xəyal arasındakı məsafəni soruşur. Cisimlə xəyal arasındakı məsafə d üstə gəlinsin f düsturu ilə hesablanır. O da bərabərdir. D-ni biz 4f kimi yazmışdıq. 4f üstə gəlinsin f-ə. O da bərabərdir 5f-ə. Hansı ki, xəyal məsafəsini 0,5 tapdıq. 5 vurulsun 0,5 bərabər olacaq 2,5-ə. Yəni cavab olacaq burada A variantı. İndi 38-ci suala gəlirik. Ağ işığın şüşə prizmada dispersiyası zamanı alınan şüalardan ikisinin yolu göstərilmişdir. Şüaların dalğa uzunluqları və prizma maddəsinin sındırma əmsalları arasında hansı münasibət doğrudur deyir. Biz dispersiya hadisəsində bilirik ki, qırmızıdan bənövşəyə doğru yazırıq. Yəni aşağıya doğru getdikcə dalğa uzunluğu azalır. Ona görə də lambda 1 lambda 2-dən böyük olacaq. Sındırma əmsalı isə aşağı doğru getdikcə artdığına görə N2 böyükdür, N1. Onsuz da burada görünür. İkinci şüa birincidən daha çox sınıb. Deməli, onun sındırma əmsalı daha böyükdür. Onda cavab olacaq burada C variantı. 39-cu sualda bizə deyir ki, hansı ifadə cismi sərtliyinin vahidinə uyğundur? Sərtlik bilirik ki, K-dır. Yəni f bərabərdir kx düsturuna əsasən yazırıq. F bərabərdir kx. K buradan bərabərdir f bölünsün x-ə. Deməli, K-nın vahidi 1 Newton bölünsün metrdir. Newton da astığımız zaman 1 kilogram vur metr böl saniyə kvadratıdır. Vurulsun metr yazdıqda metrlə ixtisar gedir. Kilogram bölünsün saniyə kvadrat alınacaq. Cavab olacaq Y variantı. İndi davam eləyək. Keçirik 40-cı sualımıza. Deməli, burada bizdən soruşur ki, ideal qaz üzərində proseslər aparılmışdır. Bu proseslər zamanı işlərin nisbətini hesablayın deyir. Qazın gördüyü işlə bağlı biz bilirik ki, PV diaqramlarında fiqurun sahəsi tapılır. Fizikada belə bir qanun uyğunluğumuz var ki, əgər bir düsturumuzda hasil varsa, qrafik verildiyi zaman orada fiqurun sahəsini tapırıq. Bu üçbucaqların sahəsini tapacağıq. Üçbucaqların katetlərinin hasilinin yarısıdır. 1-dən 6-ya qədər burası 5-dir. Buradan bura gördüyümüz kimi 4-dür. 5 vur 4 böl 2. Üçbucağın sahəsi 5 vurulsun 4 bölünsün 2 olacaq. Yəni 10. Birinci üçbucağın sahəsi olacaq 10. İkinci üçbucağımızın katetlərinə baxaq. Burada 2-dir katetimiz. Burada isə 6-dan gördüyümüz kimi 2-yə doğrudur. Yəni 4-dür. 2 vur 4 bölünsün 2 eləyəcək 4. Deməli 10 bölünsün 4 bərabərdir 2,5 olacaq. Cavab olacaq A variantı. 41-ci sualda cismə təsir edən qüvvənin proyeksiyasının koordinatına asılı qraf verilmişdir. Onun 6 metr yolda gördüyü iş hesablayın. Elə 40-cı suala oxşar şəkildə yenə bir hasilimiz var. Biz işin düsturunun Fs olduğunu bilirik. Burada hasil var. Hasil varsa yenə təbii ki sahə var. Bu gördüyümüz fiqur trapesiyadır. Aşağı oturacağımız 6-dır. Yuxarı oturacağımız 4-dür. 6 üstə gəl 4 bölünsün 2. Vurulsun hündürlük 8. Yəni 4 vurulsun 10 bərabərdir 40 joule olacaq. İndi gəlirik deməli 42-ci sualımıza. Bizə 42-ci sualda nə deyir? Riyazi rəqqasının tezliyinin sapın uzunluğundan, qravitasiya sahəsinin intensivliyindən və rəqsin amplitudunun asılı qrafikləri hansıdır deyir bizə. Deməli, riyazi rəqqasının tezlik düsturunu yazmağımız lazımdır. Tezliyin düsturu nö bərabərdir 1 bölünsün 2 pi kök altında j bölünsün l-dir. Deməli, uzunluqdan tərs mütənasib asıldır. Yəni, ikinci variant doğru olacaq. J-dən gördüyümüz kimi düz asıldır, amma kök altında ifadə olduğuna görə səri-səyir olacaq, dördüncüsü olacaq və riyazi rəqqasın və ya yaylı rəqqasın tezliyi, periodu və dövri tezliyi bilirik ki, amplituddan və ya zamandan asılı olaraq dəyişmir, sabitdir. Deməli, düzgün cavab olacaq B variantı, yəni 2, 4, 6 olacaq. Keçək növbəti sualımıza. Növbəti sualımızda, yəni 43-cü sualda bizə deyir ki, konturda cərəyan şiddətinin dəyişmə sürəti 0,5 amper böl saniyə olduqda öz-özünə induksiya həqiqəsi yaranarsa, induktivliyi hesablayın. Bizim düsturumuz belədir ki, YI bərabərdir L vurulsun, delta I bölünsün, delta T'yə. Delta I bölünsün, delta T cərəyan şiddətinin dəyişmə sürətidir. Onsuz da dəyişmə sürətinin qiyməti verilib, yəni delta I böl delta T 0,5-dir.
Epsilonumuz 2'dir. Yine yazaq. 2 bərabərdir. L vurulsun 0,5'ə. L də bərabər olacaq 4 milli Henriyə. Fikir verirsinizsə burada millini çevirməyə ehtiyac qalmadı. Çünki variantlarda da milli ilə istədiyinə görə birbaşa hesabladıq. Cavab olacaq Y variantı. Gəlirik 44-cü suala. 44-cü sualda bizə deyir ki, deməli, onu təmizləyək. 44-cü sualda 27 dərəcə Celsius temperaturdan nisbət 50% olarsa, havadakı su buxarının parsial təzyiqini hesablayın deyir bizə. İndi biz buradan əvvəlcə nəyi hesablamalıyıq? Su buxarının sıxlığını hesablamağımız lazımdır. Nisbi rütubətdən istifadə edəcəyik. Fi bərabərdir. Rho bölünsün rho 0 vurulsun 100%. Fi'ni bizə nisbi rütubətə 50% verib. 50 bərabərdir. Rho bölünsün. Doyan su buxarının sıxlığını da verib bizə 3 vurulsun 10 üstündə -2 vurulsun 100%. Buradan da rho çıxır. 1,5 vurulsun 10 üstündə -2 kilogram bölünsün kub metr. Deməli, hal-hazırda havada olan su buxarının sıxlığı 1,5 vurulsun üstü -2-də əvvəlcə bunu tapdıq. Sonra təzyiq hesabladıq. Təzyiqin düsturunu biz bilirik ki, P bərabərdir. Sıxlıqla bağlı rho RT bölünsün M-dir. Qiymətləri yerinə yazacağıq. 1,5 vurulsun 10 üstündə -2 vurulsun R 8'dir. R 8 olaraq veriblər burada. Vurulsun temperaturumuz deməli 27 dərəcə Celsius'dir. Biz suallarda Kelvindən işləyirik bilirsiniz. 300 Kelvinə bərabərdir. Bölünsün molyar kütləmiz də 18 vurulsun 10 üstündə -3'dür. Buradan da hesablamamızı aparsaq, deməli burada nə tər bir hesablama edə bilərik? 12 vurulsun 36 eləyəcək. Deməli 1,5 8'ə vurduğumuz zaman 12 vurduqca 36, 18-dən ixtisar getdikdə qalır 2. 10 üstü mənfilərə burada girmədik, çünki cavablar bir-birindən fərqli olduğuna görə bilirik ki, ikili bir şey olacaq cavabda ixtisar getdiyi zaman. Ona görə də birbaşa A variantını qaralağa bilərik. 44-cü sual belə. Davam edək, keçək 45-ci sualımıza. 45-ci sualda bizə nə deyir? Cərəyan şiddətinin deməli gərginlikdən asılı qrafik verilib. M nöqtəsi uyğun xarici müqaviməti hesablayın deyir. Biz epsilonun U-ya nisbətini bilirik ki, epsilon bölünsün U bərabərdir. R üstəgəl R bölünsün böyük yer şəklində yaza bilərik. Niyə belə yaza bilirik? Çünki epsilonun düsturu I vurulsun R plus R'dir. Gərginliyin düsturu isə U bərabərdir I vurulsun R'dir. Ona görə də bunları alt-alta böldüyümüz zaman cərəyan şiddətləri ixtisar gedir. Deməli, nisbətimiz bu şəkildə yazıla bilir. İndi qrafikdən bəzi məlumatlardan istifadə etmək lazımdır. Gərginliyin maksimal qiyməti epsilona bərabərdir. Deməli, epsilonumuz 30'dur. 30 bölünsün. M nöqtəsinə uyğun gərginliyi görürük ki, 5'dir. 30 bölünsün 5 bərabərdir. Xarici müqaviməti onsuz da bilmirik. Onu soruşur bizdən. R üstə gəlinsin. Aşağıda da yenə R qalacaq. Qaldı daxil müqavimət hesablamaq. Cərəyan şiddətinin maksimal qiyməti qısa qapanmaya uyğundur. Qısa qapanmanın düsturu epsilon bölünsün R-dir. Burada qısa qapanma 10 olduğuna görə 10 bərabərdir 30 bölünsün R yazırıq. R də çıxır buradan 3. R-in yerinə 3 yazdığımız zaman bunu artıq həll eləyəcəyik tənasüblə. 5 R üstə gəlinsin. 15 bərabərdir 30 elə 25 R bərabərdir 15'ə. R də bərabərdir 0,6'ya. Yəni cavab olacaq burada D variantı. Gəlirik növbəti sualımıza, 46-cı sual. Deməli 46-cı sualda bizə nə deyir burada? Ferromagnetislik sarğacdan çıxarıldıqdan sonra deyir. Bu da asan suallardan biridir. Hansı ki, ferromagnetislik sarğaca daxil ediləndə maqnit sahəsinə aid olan bütün kəmiyyətlər artır. Bütün kəmiyyətlər dediyimiz hansılardır? Məsələn, burada var maqnit induksiyası, induktivlik, maqnit seli və maqnit sahəsi enerjisi. Çıxartdıqda isə bunların hamısı azalacağına görə birbaşa ilə Y variantını işarətləyə bilərik. 47-ci sualda verilmiş kütləli ideal qaz üzərində proseslər aparılmışdır deyir. Hansı prosesdə qazın sıxlığı azalır? Verilmiş kütləlidir. Rho bərabərdir M bölü V-dən istifadə edəcəyik. Kütlə sabitdir. Deməli, sıxlıq həcmlə tərs mütənasib asıldır. Sıxlığın azalması üçün həcm artmalıdır. Həcmin artdığına baxaq. Məsələn, 1-2 prosesi. 1-2 prosesi izobar qızmadır. İzobar qızma prosesində həcm artdığına görə 1-2 prosesini götürə bilərik. Başqa hansı proses ola bilər? Məsələn, 1-6 prosesi. 1-6 prosesi izotermik prosesdir, temperatur sabitdir. Təzyiq azalanda həcm artır. Bizə onsuz da həcmin artdığı variant lazım idi. Deməli, cavab olacaq 1-2 və 1-6.
Gəlirik növbəti sualımıza, 48-ci sualımıza. Deyir ki, Euler-Venn diaqramında sükunətdəki -Q0 yükünün elektrik sahəsində hərəkət etdirilən müsbət Q1 və Q2 yüklərinə uyğun bəndləri qeyd edin. Yüklər sisteminin potensial enerjisi dəyişir deyir. Təbii ki, burada məsafə dəyişir hər iki halda. Yəni həm şəkil 1-də, həm də şəkil 2-də məsafələr dəyişdiyinə görə potensial enerji dəyişəcəkdir, 1 gedəcək ortaya. Sahə tərəfindən təsir edən qüvvənin modulu artır deyir. Qüvvənin artması üçün məsafə azalmalıdır. Çünki biz Coulomb qüvvəsindən bilirik ki, Q1 Q2 bölünsün R kvadratıdır. Məsafə azaldığı hal hansıdır? Təbii ki, şəkil 1-dir. Ona görə də 2 gedəcək şəkil 1-ə. Sahə tərəfindən təsir edən qüvvənin istiqaməti sola doğru yönəlib deyir. Mənfi müsbəti cəzb edir sola doğru. Birinci şəkildə, eyni şəkildə mənfi müsbəti cəzb edildiyinə görə şəkil 2-də də sola doğru yönələcək. Ona görə də o da ortaya gedəcək, yəni üçüncü variantda ortaya gedir. Sahənin gördüyü iş müsbətdir və sahənin gördüyü iş mənfidir qaldı. Mənfi müsbəti cəzb edir bildiyiniz kimi. Yəni qüvvə ilə sürətin birinci şəkildə istiqaməti eyni olduğuna görə sahənin gördüyü iş müsbət olacaq. Dördüncü gedəcək birinci xanaya və sonuncusu sahənin gördüyü iş mənfidir deyir. Burada qüvvə çəkdik əvvəl sol tərəfə doğrudur, sürət sağ tərəfə doğrudur. Deməli burada həmin qüvvənin gördüyü iş, yəni sahənin gördüyü iş mənfidir. 5 də gedəcək. Üçüncü xanaya cavab olacaq C variantı. Keçək növbəti sualımıza, 49-cu sual. Deməli 49-cu sualda nə deyir? Deyir ki, yüklənmiş 2 dənə eyni metal kürədir və aşağıda gördüyünüz kimi lövhə müsbət yüklənmişdir. Kürələri bir-birinə toxundurub əvvəlki vəziyyətinə gətirdikdə saplarda yaranan gərilmə qüvvələri necə dəyişərdir? İndi məsələn gəlin birinci şəkildə, yəni toxundurmadan əvvəlki halları nəzərdən keçirək. Məsələn burada görürük ki, bu birinci yükę baxsaq, ağırlıq qüvvəsi onsuz da aşağıdır, ağırlıq qüvvəsi. Gərilmə qüvvəsi yuxarı doğrudur və müsbət tərəfindən mənfiyə təsir edən qüvvə də aşağı doğrudur. Yəni ağırlıq qüvvəsi ilə elektrostatik qarşılıqlı təsir qüvvəsi, yəni Coulomb qüvvəsi aşağı doğrudur, onda T1 bərabər olacaq mg üstəgəlsin F elektrik yaza bilərik. İkinci hala baxsaq, burada baxsaq, ağırlıq yenə aşağıdır. Müsbət dəf etdiyinə görə elektrik qüvvəsi yuxarıdır, onda T2 bərabər olacaq mg çıxılsın F elektrik. Deməli başlanğıc halda, yəni kürələr toxundurulmadan əvvəl T1 T2-dən böyükdür. Hal-hazırda T1 T2-dən böyükdür. İndi bizə nə deyir? Bizə deyir ki, artıq gəlin bunları bir-birinə toxunduraq. Bunları bir-birinə toxundurduğumuz zaman müsbət mənfi toplanacaq, yarıya bölünəcək. Bilirsiniz, kürələrə toxunduranda yükləri toplayıb yarıya bölürük və bunların hər birinin yükü 0 olacaq. Müsbət küyünə mənfi küyünü toplayanda, çünki 0 verir. Deməli, yüklər yoxa çıxacaq. Hər ikisinin yükü 0 olacaq. Yüklər 0 olduqda burada elektrostatik qarşılıqlı təsir qalmadığına görə T1 də mg-yə bərabər olacaq, T2 də mg-yə bərabər olacaq. Deməli, əvvəl birinci ikincidən böyük idi, indi hər ikisi bir-birinə bərabərləşib, yəni T1 gərilməsi azalıb, T2 gərilməsi isə artıb, cavab olacaq Y variantı. Gəlirik növbəti sualımıza. Deməli, 50-ci sualda bizdən nəyi soruşur? Deyir ki, QVB bölünsün M ifadəsi ilə hansı fiziki kəmiyyət təyin edilir? İndi QVB bildiyimiz kimi Lorentz qüvvəsinin düsturudur. F Lorentz, yəni ümumiyyətlə qüvvənin ifadəsidir bu QVB. Bölünsün M, F bölünsün M də Newtonun ikinci qanunundan hamımızın bildiyi zərrəciyin təcilini verəcək. Cavab olacaq A variantı. 51-ci sual qayışlı ötürmədir. Əslində burada qayışlı ötürmə və diski ayrı-ayrı həll etmək lazımdır. Yəni hər ikisini bilmək lazımdır. 1 və 2 gördüyünüz kimi disk təşkil edir. Diskin üzərində twin dediyimiz, yəni T'lər, omeqalar, tezliklər bərabərdir. Deməli 1 ilə 2-nin omegası bərabər olacaq. Bunu həmən qeyd edirik. Omega 1 bərabərdir omega 2-yə. 3 ilə 2 isə qayışlı ötürmə təşkil edir. Artıq buna qayışlı ötürmə kimi baxmaq lazımdır. Qayışlı ötürmədə perioddan başqa hamısı kiçik olan diskdə böyükdür. Ona görə də bunlar kiçik olacaq. Omega 3-dən cavab olacaq B variantı. Gəlirik növbəti sualımıza. 52-ci sualda deməli bizdən soruşur ki, düz xəttlər hərəkət edən cisimlərin koordinatın zamanın asılı qrafiklərinə əsasən hansı cismin və ya cisimlərin zamanın başlanğıcında sürəti 0-a bərabər ola bilməz? Burada düz xəttlər hərəkətə hakim olmaq lazımdır və 3 qrafikin üçünü də oxumaq lazımdır. Başlayaq birdən. Deməli birinci hərəkət bərabər yavaşlayan hərəkətdir. Bərabər yavaşlayan. İkinci hərəkətimiz bərabər sürətli hərəkətdir. Düz xəttli bərabər sürətli. Üçüncü hərəkətimiz isə bərabər yeniləşən hərəkətdir. İndi
buna əsasən analizimizi rahat bir şəkildə edə bilərik. Bərabər yavaşın hərəkət nə deməkdir? Sürət get-gedə azalır deməkdir. Sürətin azalması demək, onun başlanğıc sürətinin 0 ola bilməməsi deməkdir. Deməli, birinci halda başlanğıc sürət 0 ola bilməz. Bizim istədiyimiz variantlar arasında olmalıdır. İkinciyə gəlirik, bərabər sürətli hərəkət. Bərabər sürətli hərəkət bütün zaman fasilələrində sürətini sabit saxladığı üçün onun da başlanğıc sürəti 0 qəbul edilə bilməz. Deməli, 2 də bizim cavablar arasında olmalıdır. 3 isə bərabər yeniləşəndir. Bərabər yeniləşən hərəkət təbii ki, müəyyən bir başlanğıc sürətlə də ola bilər. Sıfırdan, yəni sükunət halından da bərabər yeniləşən hərəkət ola bildiyinə görə cavab olacaq burada 1 və 2. Keçirik növbəti sualımıza. 53-cü sualda deməli bizə nə deyir? 53-cü sualda deyir ki 8 kiloqram kütləli yük asılmışdır. Həmin məftil ortadan qatlayıb neçə kiloqram yük asmaq lazımdır ki, hər iki halda mütləq uzanma eyni olsun. Biz indi mütləq uzanma ilə bağlı bilirik ki, F bərabərdir, Hooke qanunumuz var, K vurulsun delta L. İndi bizə deyir ki, mütləq uzanma hər iki halda eyni olsun. Deməli, biz burada sərtlik əmsalının dəyişməyinə baxmalıyıq. Sərtlik əmsalında düsturu K bərabərdir, SY bölünsün L0'dır. İndi biz məftili ortadan qatlayanda nə olacaq? Deyək ki, bir L0 uzunluğuna malik bir məftilimiz var. L0. En kəsiyin sahəsi də olsun S. Biz bunu ortadan qatladıqda onun uzunluğu 2 dəfə azalacaq. Lakin yan-yana qoyduğumuza görə sahəsi SS 2 dəfə artmış olacaq. Uzunluğu da L0 bölünsün 2 olacaq. Yəni uzunluq 2 dəfə azalacaq, sahə 2 dəfə artacaq. Sahə 2 dəfə artanda sərtlik əmsalı 2 dəfə artır. Uzunluq 2 dəfə azalanda yenə sərtlik əmsalı 2 dəfə artır. Deməli, sərtlik əmsalı 4 dəfə artacaq. Sərtlik əmsalı 4 dəfə artdıqda mütləq uzanmanın sabit qalması üçün qüvvə də 4 dəfə artmalıdır. Hansı ki, qüvvənin 4 dəfə artmağı ondan asılan yükün də 4 dəfə artmağı deməkdir. Niyə? Çünki F mg'yə bərabərdir. Bunu biz belə deyə bilərik. Mg bərabərdir. K vurulsun delta ilə. Deməli, cavab olacaq 32 kiloqram. Gəlirik 54-cü sualımıza. 54-cü sualda bloklar sistemidir. Newton qanunlarından bildiyimiz. Deyir ki, ipdə F gərilmə qüvvəsi 12 Newtondur. Burada 12 Newtondursa F, M kütləli cismə təsiri gördüyümüz kimi, M-ə 12 Newtondursa, 2M-ə 24 Newton qüvvə təsir etməlidir. 24 Newton bu ipin üzərində olan gərilmədir. Bu bir ip olduğuna görə, yəni gördüyünüz kimi sağdan sola eyni ip olduğuna görə sağ tərəf 24, sol tərəfdə 24 Newton olacaq. İndi sol tərəfi analiz etmək lazımdır. Sol tərəfdə 24 Newton nə qədər kütləni qaldırır? 3M kütləsini qaldırır. Yəni 3M-ə 24 Newtondursa, bəs gərilmə qüvvəmiz nə qədər yükü qaldırır hal-hazırda? 2M yükü qaldırır. 2M-ə də X-dir. Yəni bu tənasübdən istifadə edərək tapırıq ki, 16 Newton olacaq. Keçək növbəti sualımıza. Atomun planetar modeli əsasında çəkilmiş şəklə görə hansı ifadələr doğrudur? Deməli, biz şəkildən görürük ki, bunun nüvəsində 3 dənə proton, 4 dənə neytron vardır və ətrafında fırlanan 2 dənə elektron vardır. Deməli, bu lityumdur. Lityum atomudur. Lakin lityum atomu dedikdə əslində burada ion sayılır. Çünki nüvədə 3 dənə müsbət yüklü zərrəcik var. Ətrafda fırlanan 2 dənə elektron var. Protonların sayı ilə elektronların sayı bir-birinə bərabər olmadığına görə biz buna ion deyəcəyik və müsbətlərin sayı çox olduğuna görə lityumun müsbət iondur. Elektronların sayı 2-yə bərabərdir, protonların sayı isə gördüyümüz kimi 3-ə bərabərdir. Cavab olacaq 1, 3, 6. Davam edirik, gəlirik növbəti sualımıza. Deməli, 56-cı suala keçirik. 56-cı sualımızda bir cins maqnit sahəsinin induksiya xətlərinə perpendikular istiqamətdə yerləşmiş naqildən keçən cəryan şiddəti 4 dəfə artdıqda amper qüvvəsi 30 mikronewton artarsa, amper qüvvəsinin əvvəlki qiyməti neçə mikronewton olar deyir. Biz bilirik ki, amper qüvvəsinin düsturu perpendikular yerləşən hallarda BI L şəklində yazılır. Əgər cəryan şiddəti 4 dəfə artırsa, deməli amper qüvvəsi də 4 dəfə artacaqdır. Onda amper qüvvəsinin üstünə 30 gəldikdə 4 dəfə artmış deməkdir. 4 F amper olacaq. Buradan da həll edirik ki, 3 F amper bərabərdir 30-a, F amper bərabərdir 10 Newtona. Deməli, 56-cı sualımızın cavabı olacaq 10 Newton. 57-ci suala gələk. 57-ci sualda bizə deyir ki, rəqs konturunda sarğaca maqnit nüfuzluğu olan istilik daxil etsək nə baş verər? İndi rəqs konturunda
tezliğin ve periyodun düsturlarını bilir. Gəlin periyoddan başlayaq, daha sadə olsun. Periyodun düsturu 2pi kök altında L vurulsun S'dir. Maqnit nüfuzluğu mü olan isliç daxil etdikdə biz bilirik ki, induktivlik artır. Mü vurulsun L0 düsturuna əsasən daxil edildiyimiz ferromaqnitin içliyindən, yəni maqnit nüfuzluğundan düz mütənasib asıldı. Deməli, mü dəfə artacaq. Bu induktivlik mü dəfə artdıqda kök altında olduğuna görə periyod kök altda mü dəfə artacaq. Yəni 2-yə gedəcək C variantı. Periyodla tezlik tərs mütənasib asılıdır. Birbaşa D variantı yaza bilərik. Çünki periyod neçə dəfə artırsa tezlik həmin dəfə azalmalıdır. Sarğazın induktivliyini də başda dedik zaten. Mü ilə düz mütənasib asılı olduğuna görə, hətta əvvəlki sualların birində bu sözü işlətdik ki, ferromaqnit daxil etdikdə maqnitə aid olan bütün kəmiyyətlər əslində düz olaraq artır. Çıxartdıqda isə azalır. Ona görə də mü dəfə artar olacaq. 3-ə də gedəcək Y variantı. İndi gəldik sonda situasiya sualımıza. Situasiya sualımızda həll eləyək. Deməli, bizdə burada elektrik dövrəsi verilib və gördük ki, orada qalvanik element var. Qalvanik element varsa bu qapalı elektrik dövrəsidir. Düsturları istifadə etdiyimiz zaman orada epsilon olmalıdır. 58-ci sual deyir ki, ampermetrin və voltmetrin göstərişləri necə dəyişdi? Deməli, sualın şərtində bizə buyurur ki, düşən işığın intensivliyini artırdıqda fotorezistor yarımkeçiricidir. Yarımkeçiricilərin müqaviməti xarici təsirlərdən bildiyimiz kimi tərs asıldır. İşığın intensivliyi artdıqda müqavimət azalacaq. Bunu bura qeyd eləyək ki, müqavimətimiz azaldı. İndi ampermetrin və voltmetrin göstərişinə gələk. Yəni, cərəyan şiddəti ilə gərginliyi necə dəyişdiyini nəzərdən keçirək. Müqavimət azalanda I bərabərdir, epsilon bölünsün, R üstə gəlsin R-dir. Müqavimət azaldıqda dövrənin EHG-si və daxil müqavimət sabitdir zaten. Ona görə cərəyan şiddəti artacaq. Gərginliyə gəldikdə isə gərginliyimizin düsturu U bərabərdir, epsilon çıxılmış IR-dir. Yenə epsilon sabitdir, daxil müqavimət sabitdir. Biz cəryanın artdığını öyrəndik. Cəryan artdıqda qarşıda mənfi var. Deməli, gərginlik nə etməlidir? Azalmalıdır. Deməli, ampermetrin göstərişi artacaq, voltmetrin göstərişi isə azalacaq. 59-cu sualda bizə deyir ki, ampermetrin göstərişi 0,5 amper olduqda fotorezistorun müqavimətini hesablayın. İndi bizim düsturumuz necədir? Burada epsilon bərabərdir, I vurulsun, R üstə gəlsin. R düsturumuz var. Epsilonu bizə 15 verib, 15 bərabərdir 0,5, R üstə gəlinsin, daxil müqavimətdə 2-dir. İndi bunu hesablamamız lazımdır. 15-i böldük 0,5, 30, R də bərabər çıxacaq 28, 10. Deməli, 59-cu sualın cavabı 28 10-dur. 60-cı sual deyir ki, işığın intensivliyini dəyişdikdə voltmetrin göstərişi 13 volt olarsa, ampermetrin göstərişi neçə olar? İndi bizim düsturumuz necə idi? Burada biraz əvvəl qeyd elədik. Gərginlik U bərabərdir, epsilon çıxılsın, IL düsturu ilə hesablanır. Ona görə də biz həmin düsturdan istifadə edəcəyik. Deməli, U bərabərdir, epsilon çıxılmış, I vurulsun R-ə. Voltmetrin göstərişi deyir 13 volt olarsa, yəni bu 13 olacaq, bərabərdir EHG 15-dir, çıxılsın I, ampermetrin göstərişi vurulsun daxili müqavimət 2. Buradan da 2I bərabər olacaq. 2-yə cərəyan şiddətdə bərabərdir 1 amperə. 60-cı sualımızın da cavabı olacaq 1 amper. Diqqətinizə görə təşəkkürlər.